Salam, hər vaxtınız xeyir olsun. Dəyərli izləyicilər, əziz TikTok izləyicilərim, xoş gördük sizləri dəyərli dostlar. Bugün yenə də Xəzər rayonu Binəsafxoz qəsəbəsindəyik dəyərli dostlar. 6 sotun içində, dəyərli dostlar, 6 sotun içində 3 otaqlı belə bir evin çəkilişindəyik dəyərli dostlar. Həyətində bir dənə də 8-in 9-a belə bir ev, yarımçıq ev tikilib qalıb dəyərli izləyicilər. Mükəmməl bir qiymətə, çox super, necə deyim, çox super bir yerdədir. 6 sot torpaq dəyərli dostlar. İçində də baxın belə bir yarı tikili var dəyərli dostlar. Belə bir yarı tikili var. Həyəti də geniş qalır dəyərli dostlar. Navesi var gördüyünüz kimi. Tam yaşayışlı. Bütün kommunalları qaydasındadır dəyərli dostlar. Tam yaşayışlı bir ev. Baxın burada belə bir bağı var. Bu tikili də bir evin tikilisidir. Bu da məxsusdur bu evə dəyərli dostlar. İkisi bir yerdə. İki ev bir yerdə dəyərli dostlar. 6 sot torpağın içində baxın belə bir navesi var dəyərli dostlar. Belə bir navesi var. 3 otaqlı bir evdir dəyərli dostlar. 3 otaqlı bir evdir. Burası xladovkadır dəyərli dostlar. Burada da ayaqoludur dəyərli izləyicilər. Keçək evin içərisi ilə də tanış olaq dəyərli dostlar. Girən kimi belə bir koridoru var dəyərli dostlar. Gördüyünüz kimi. Evimiz 3 daş kürsülüdür. Belə bir koridoru var. Burası santar və sanzor qovşağıdır dəyərli dostlar. Bütün aksesuarlar yerindədir. Burası bir qonaq otağıdır dəyərli dostlar. Gördünüz, baxın bu vəziyyətdə evimiz tam yaşayışlıdır dəyərli dostlar. Tam yaşayışlıdır. Burada da belə bir mətbəxi var dəyərli izləyicilər. Böyük bir mətbəxi var. Keçək növbəti bir otağa. Burada belə bir yataq otağı var dəyərli dostlar. Belə bir yataq otağı var. Burası da ikinci bir yataq otağı. Burası da ikinci bir yataq otağıdır. Dəyərli dostlar, evin bütün kommunalları qaydasındadır. 5 sotun içindədir dəyərli dostlar. 5 sotun içində gördüyünüz 2 ev. Biri tam yaşayışlıdır dəyərli dostlar. Bütün kommunallar qaydasındadır. Tam yaşayışlıdır. Biri də yarımçıq belə bir evdir dəyərli izləyicilər. Yarımçıq belə bir evdir. Bağı, bağçası, həyəti də çox genişdir. 5 sot torpağın içindədir dəyərli dostlar. Evimizin qiyməti isə 53.500-ə deyilir. 53.500-ə deyilir. İnşallah reallıq olsa biraz endirim də olunacaq. Allah alana da, satana da xeyir versin dəyərli dostlar.